Hər vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Yeni videomuzda hər birinizi xoş gördük. Gəlmişəm sizlərə Mərdəkanda belə qəşəng bir ev təqdim eləməyə. Hansı ki, içəri girərkən ay nə gözəldir bu ev. Çox bəyəndim dediyim bir evlərdəndir. Yerləşməsini qeyd etməyəcəm. Siz mənə zəng eləyərsiniz, mən sizə başa salaram. Hal-hazırda həyəti göstərmək istəyirəm, həyətdən danışmaq istəyirəm. Pultdan açılan qapısı var, daxil olarkən belə avtomobilinizi rahatlıqla saxlaya bilərsiniz. Sol tərəfimiz yaşıllıqdan ibarətdir, sağ tərəfdə isə qalxırıq. Yay və qış mətbəxinə. Gəlin. Yay və qış mətbəximizin gözəlliyinə bir baxın. Çox huzurludur, çox qəşəngdir. Yay aylarında xanımlar buradan Instagrama, TikToka story atırsınız, hekayə atırsınız və hansı ki düşmənlər baxırlar. Da özünüz bildiniz də. Yay və qış mətbəximiz 35 kvadratdır. Hansı ki içində yay mətbəxinin içində mətbəx mebeli quraşdırılıb. Stolu var, cam balkonlandır, isti döşəmədir və burada da olmazsa olmaz manqalı və burada da həyətin sanitar qovşağı var. Qarşı tərəfdə isə şəlaləli, çox geniş, çox qəşəng, uzunluğu 8, eni 5 metr, dərinliyi 1,60 olan hovuzu yerləşir. Hovuzun bu hissəsini ayrıca bir bəyəndim, çox qəşəng dekor eləyiblər və burada da belə yelləncəyi, lejankaları, burada isə hovuzun filtr sistemi var. Bu arada Mərdəkanda qaz, su, işıq daimidir. Bunu da qeyd edim ilk öncə. İndi isə daxil oluram evin içinə. Bu arada həyəti o qədər təriflədim, amma evin içinə girməmişəm. Amma bilirəm ki, gözəldir. Gəlin. Siz bu gözəlliyə bir baxın. Qonaq otağının genişliyinə, böyüklüyünə baxın. Ev ümumi 180 kvadratdır. Yəqin ki, bir 50 kvadrat olar bura, məncə. Döşəmə, isti döşəmədir, qranitdir. Keçək indi mətbəxə. Xanımlar, görək mətbəximiz necədir? Yəni, mən danışmıram, siz bir baxın buranın genişliyinə, buranın böyüklüyünə. Dəhşət, 40 kvadratlıq bir mətbəxi var. Burada mətbəx mebeli quraşdırılıb, amma təbii ki, biz xanımlara dolablar az olur hər zaman. Bu hissədən də, yəni kameramız göstərsin, dolablar yığa bilərsiniz özünüz üçün. Həmçinin terasa çıxışı var, hovuza çıxışı var və çox-çox işıqlı və ürək açan bir evdir. Deyəcəksiniz, nə qədər təriflədin, amma həqiqətən tərifə layiqdir. Burada gəlirik birinci yataq otağına. Çox gözəldir. Yataq otağı da genişdir. Hardasa 30 kvadratlıq bir yataq otağı var burada. Özünün dolab otağı və sanitar qovşağı da var. Onu da çəksin kameramız, göstərsin. Çox keyfiyyətlə inşa edilib, çox zövqlə dizayn olunub. Mən çox bəyəndim, valla. Gəlin siz də bəyənin, baxın. Burada İkinci növbəti yataq otağı, hardasa 20 kvadratlıq bir yataq otağı var. Bu, məncə, ən balanca yataq otağıdır bu evin. Bu da növbəti, bu da 20 kvadratlıq növbəti bir yataq otağı. İndi isə keçək, burada da, səhv etmirəmsə, evin sanitar qovşağı olacaq. Bəli, burada da evin ümumi sanitar qovşağı yerləşir. Mən çox bəyəndim, ümid edirəm ki, siz də bəyənmişsiniz. Əlaqə nömrələrimizi qeyd edirik, zəng edin, gəlin elə yerindəcə baxın. Bu arada Rüfət Aynur izləyicilərimizə, TikTok, Instagram, YouTube izləyicilərimizə əlavə endirimlərimiz olacaq. Yəni bu yay endirimlərindən əlavə olacaq, bunu da qeyd edim. Qaçırmayın derim, elə yerindəcə gəlin, baxın. Qaz, su, işıq daimidir, sənədlər də qaydasındadır. Qiyməti isə start olaraq 390.000 manatdır, amma endirimi var. Növbəti videolarda görüşərik. Hələlik.